Qaraciyəri cəmi 3 günə tərtəmiz təmizləyəcək bir detoks deyəcəm sizə, hansı ki içdiyiniz zaman qaraciyəriniz təmiz olacaq və tıkır-tıkır qaydasında işləməyə başlayacaq. Necə hazırlanır? Ekrandakı ürək qızart və profilin üzərindəki pil uçları arasına toxun, ətraflı izah edeyim. Bunun üçün sənə lazımdır bir dənə çuğundur. Çuğundur ta dədə-babalardan bizə gəlib çıxan ən güclü qaraciyər təmizləyici və qan təmizləyici kimi tanınır, bilinir. Çuğundur götürüb xırda-xırda doğrayırsan, sonra götürürsən bir dənə kök. Kök tərkibindəki A, Y və K vitamininin köməyi ilə qaraciyərə təmizlənəndən sonra lazım olan vitamin və mineralı verir. Kökü də xırda-xırda doğrayırsan, atırsan bir blenderin içinə. Sonra götürürsən 2-3 belə ləçək cəfəri, yarım limon sıxırsan, bir balaca da zəncəfil doğrayıb yaxşı blenderdan keçirdirsən, doğrayırsan. 300 ml su əlavə edib biraz da qarışdırırsan. Sonra alınmış qarışımı bir süzgəc vasitəsilə, nə bilim, və yaxud bir parça vasitəsilə süzürsən. Gündə bir dəfə səhərlər ac qarnına 100 qram içməyin kifayətdir ki, elə ilk gündən nəticəsini görəsən. Bu videonu sevdiyin insanlarla paylaş. Özün qayd elə ki, hər zaman sağlamlığının qeydinə qalan əzzasən bala olanla sağlam qalasan.